Dedi Əbdullah, neçə ildi axtarırdım ağamı. Ağamı gördüm, gəldi. Çəkil kənara. Əssalamu aleyk ya əmirəl-müminin. Salam verdi həzrətə. Və Əbdullah deyir, gözümün qabağında Həzrəti Əmirül-Müminə salam verdi, ondan sonra canı çıxdı. Belə olur, insan ləzzətin görür dünyada. Paçlığın, təqvanın, duanın, ibadətin, Allahla barışmağın, Allahla dost olmağın hamısının nəticəsini burada görür. Axırda da Əmirül-Müminini basır bağrına, ondan sonra dünyasını dəyişir. O Əmirül-Mümininin axır gecəsidir. Bu gecə Əmirül-Müminin öz ailəsinin içində oturub vəsiyyətlərin yazır. Day onlara vaxt yoxdur. Bir cümlə deyim. Deyir, onda bir də gördük, Həzrətin alnından tər axır. Bir dəfə gözünü açdı, baxdı qızlarına, uşaqlarına. Dedi, Peyğəmbər, əmim Həmzə indi gəlmişdilər mənim yanıma. Dedilər, Əli, gözləyirik. Gözləyirik. Ondan sonra dünyasını dəyişdi. Vəsiyyət eləmişdi, məni belə eləyərsiz. O hünuti ki, Peyğəmbərdən qalmışdı. Neçə kəfən gəlmişdi cənnətdən. Oğlum Həsən, onların biri mənimdir. Onu alarsan, mənə qusl eləyərsən, mənə namaz qılarsınız. Necə demişdi, o cür elədilər. Bir də demişdi ki, elə ki məni bühdüz kəfənə namazları qıldız qutardı, qoyduz tabuta, tabutun qabaq tərəfi ilə işiniz olmasın. Siz arxa tərəfi yapışın. Atacan, bəs niyə? Dedi, qabaq tərəfin məlakələr götürəcək. Qabaq tərəfdə Cəbrail var. Hara aparsa siz gedin ora. Gedəcəklər, o yerdə ki mənim qəbrim var, tabut orada qoyulacaq yerə. Siz də orada qoyarsınız yerə. Deyir, tabutun arxa tərəfini götürmüşük, qabaq tərəfi məlakələr gedirik. Ta gəldilər Nəcəfə. Az ara var idi. Ondan sonra bir qəbir qazdılar. O yeri ki qoymuşdular, Cəbrail görsətdi, oranı qazdılar. Gördülər bir hazırlanmış qəbir çıxdı. İçindən bir yazı, yazıda yazılıb ki, bu qəbr o qəbridir ki, Nuh Peyğəmbər qazıb Əmirül-Mümininə hazırlayıb. Dedilər, qoyun qəbrə.